dünyanın ən məşhur futbolçularından biri olan Erling Haalandın uğurunun sirri məhz bu vərdişlərdən keçir. Mütəxəssislər bildirirlər ki, peşəkar idmançının tətbiq etdiyi bərpa üsullarının bir qismi elmi cəhətdən faydalı hesab olunsa da, hamısı hər kəs üçün uyğun deyil. Haaland məşqdən sonra mütəmadi olaraq buz vannaları qəbul edir, saunadan istifadə edir, hiposkopik kameralarda, yəni oksigen səviyyəsi azaldılmış mühitdə məşq edir və gün ərzində kifayət qədər yatmağa üstünlük verir. Onun sözlərinə görə yüksək nəticənin sirri təkcə məşqdə deyil, günün qalan 22 saatını necə keçirməkdir. Mütəxəssislər qeyd edir ki, buz vannaları və sauna əzələlərin bərpasına kömək eləyir. Lakin ürək-damar xəstəlikləri, yüksək təzyiq və digər sağlamlıq problemləri olan şəxslər bu üsullardan yalnız həkim məsləhəti ilə istifadə etməlidir. Hiposkopik kameralar isə əsasən peşəkar idmançılar üçün nəzərdə tutulur və nəzarətsiz tətbiqi təhlükəli ola bilər.